Salam. Bugün blok imtahanında çox şagirdin də səhvə yol verdiyi ədədin kəsri və tam hissəsinin tapılması mövzusuna baxacağıq. İlk növbədə bilməliyik ki, ədədin özü, yəni x ədədi tam hissəsindən kvadrat mötərizədə yazılır tam hissəsi və kəsr hissəsindən ibarətdir. Burada bir şərt var ki, ədədin kəsr hissəsi birdən kiçik və mənfi ola bilməz. Yəni 0 ola bilər və birdən kiçik olmalıdır. Bir nümunəyə baxaq. Tutaq ki, 6,3 ədədinin kəsr hissəsini soruşur və tam hissəsini soruşur. İlk növbədə tam hissəsini tapaq. Deməli, 6,3 ədədinin tam hissəsi 6-ya bərabərdir. Kəsr hissəsini tapmaq istəyiriksə, 6,3. Buradan da kəsr hissəsi onda 3-dür. İndi keçək mənfi ədədin tam və kəsr hissəsini tapaq. Mənfi 6,3-ün tam hissəsini və kəsr hissəsini tapaq. Yenə eyni qayda ilə getsək, yəni burada mənfi 6, kəsr hissəsi isə mənfi onda 3. Bunu yazdığın anda səhvə yol verirsən. Çünki bu yanlışdır. Doğru yol isə belədir. Əgər mənfi ədədin, tutaq ki, bir mənfi A tam onda B ədədi verilibdir. Tam hissəsini tapmaq istəyiriksə, bunun tam hissəsini göstərən mənfi A-dan çıxılsın 1. 1 çıxırıq. Mənfi A tam onda B-nin kəsr hissəsini tapmaq istəyiriksə, burada isə 1-dən onun kəsr hissəsini göstərən ədədi çıxırıq. 1-dən B-ni çıxırıq. Nümunə üzərində göstərək indi bunu. Mənfi 7,2-nin tam və kəsr hissəsini tapmağımız lazımdır. Deməli, mənfi 7,2-nin tam hissəsi bərabərdir. Düsturumuza görə mənfi 7 çıxılsın 1 bərabərdir mənfi 8 edər. İndi isə mənfi 7,2-nin kəsr hissəsini tapaq. Burada da düstura görə 1 çıxılsın onun kəsr hissəsini göstərən 0,2 bərabərdir 0,8. Yoxlasaq, mənfi 8 üzərinə gəlsin 0,8 bərabərdir mənfi 7,2. Bununla da doğruluğunu yoxlaya bilərsiniz.